Bismillahirrahmanirrahim. Həzrəti Mövla Nəhcül Bəlağənin 4-cü hikmətli sözündə belə buyurur. Əl-aczu afətun və sabru şəcaətun və zuhdu sərvətun vəl-vərəu cünnətun və ni'məl qarinur rida. Həzrəti Mövla bu hikmətli sözdə 5 xüsusiyyəti vurğulayır. Onlardan biri mənfi və 4-ü müsbətdir. Birincisi ki, mənfidir, buyurur Əl-aczu afətun. Acizlik ziyandır, zərərdir, insan həyatına zərbə vurur. Neçə cür acizlik ola bilər? İnsan fiziki cəhətdən, cismi cəhətdən aciz ola bilər. İnsan fikri düşüncə nöqteyi nəzərindən aciz ola bilər. İnsan iqtisadiyyatında, maddiyyatında aciz ola bilər. Bütün bu sadalanan acizlik növləri insan həyatı üçün təhlükədir və zərərdir. Acizlik insanı zəlil eləyir, dəyərsiz eləyir, məğlub eləyir, xar eləyir. Bəzən düzdür, aciz olmaq insanın öz ixtiyarında deyil. Bəzi məsələlər qarşısında bir çoxları aciz olur. Amma adətən, əksər hallarda insanın öz ixtiyarındadır. Çünki acizlik tənbəlliyin və səhlənkarlığın acı nəticəsidir. Bir çoxları tənbəllik üzərindən, səhlənkarlıq üzərindən aciz olurlar bir çox şeylər etmədə. Nə üçün bir çox şeylərdə acizdilər? Çünki tənbəldilər. Nə üçün məsələn yaxşı iqtisadiyyat qura bilmirlər və yaxud da ki, fiziki nöqteyi nəzərdən zəifdilər, düşüncələri, fikirlərində acizlik var. Çünki vaxtında tənbəllik ediblər, səhlənkarlıq ediblər. Həzrəti Mövla ikinci məsələni bu cür vurğulayır. Və sabru şəcaətun. Səbir şücaətdir. Bizim 3 növ səbrimiz var. Allah Rəsulü bir hədisi şərifində buyurur. Əs-sabru thəlasətun. Səbir 3 növdür. Səbrun indəl musibə. Müsibət qarşılığında səbir. Və sabrun alət-taə. İtaətdə səbir. İnsan Allaha itaat etmək üçün, yaxşı bəndə olmaq üçün, namaz qılmaqda, oruç tutmaqda səbirli olmalıdır. Əgər səbri dözümü olmasa itaat edə bilməz. Və sabrun anil məsiyə, günahlar qarşısında, şeytanın vəsvəsələri qarşısında, nəfsani istəklər qarşısında insan səbirli olmalıdır. Səbrin bütün bu 3 növləri şücaətdir. Səbirli insan şücaətli insanlardılar. İstər müsibətlər qarşılığında, problemlər qarşılığında səbirli olanlar, istər itaətdə səbirli olanlar, istərsə də günah qarşısında dözümlü, səbirli olan insanlar şücaətli insanlardılar. Tarixi nümunələr buna gətirmək olar. İslam tarixinə biz nəzər salsaq, Allah Rəsulunun, Həzrəti Mövla Əli əleyhissalamın və Peyğəmbərin, Həzrət Əlinin, vəfalı sahabələrinin səbrin, dözümün biz müşahidə edirik ki, çox şücaətli olublar, dözümlü olublar. İqtisadi sıxıntılara dözüblər, acılığa dözüblər, cihad eləyiblər, dözüblər və sonradan da biz bu səbrin nəticələrini görürük ki, əgər İslam tarixində bu səbir, dözüm olmasaydı, indi İslam bu qədər inkişaf etməzdi. Dahilərin sözü var, buyururlar ki, Əs-sabru murrun, la yetəcərrəuhu illa hurrun. Səbir acıdır, amma azad insanlar o acı şərbəti içər. Səbir acıdır, amma azad insanlar o acı şərbəti içir. Həzrət bu hikmətli sözün davamında buyurur, və zuhdu sərvətun. Zahidlik sərvətdir. Ümumiyyətlə, zahidlik nə deməkdir? Zahidlik budur ki, insan dünya malına, dünyanın zinətinə, dünyanın zərqübərqinə, dünyanın şöhrətinə bağlanmaya, aldanmaya. Buna deyərlər zahidlik. İnsanlar adətən sərvəti ehtiyatsız olmaq üçün yığırlar. Sərvəti, pulu, qızılı nə üçün istəyirlər? Ehtiyatsız olsunlar. Amma bilmirlər ki, ehtiyatsızlıq sərvətdə və qənaətdədir. Ki Allah təbarək və teala özü Peyğəmbərinə
vəhy edib buyurur ki, mən ehtiyatsızlığı qənaətdə qərar vermişəm. İnsanlar onu sərvətin çoxluğunda axtarırlar. Tapa bilməyiblər, tapa bilməyəcəklər. İnsan istəyə ehtiyatsız ola, gərək zahid ola, gərək qənaətçil ola. Zahid insanlar sərvətli insanlardan daha çox ehtiyatsız olurlar. Nə üçün? Çünki insanın sərvəti çoxaldıqca ehtiyac hissi, ehtiyac duyğuları çoxalır. Onun hesablaması bunun başını qatır. Sərvəti qorumaq, düşmənlərdən, oğrudan bunu qoruyub saxlamaq buna dərd olur. Amma insan dünya malına, dünyanın şöhrətinə bağlanmayanda bu hissləri yaşamır və ehtiyatsız olur. Burada bir məsələ var ki, gərək qeyd oluna. Zahidlik o deməkdir ki, insanın olmaya. İstər olan halda, istər olmayan halda zahid o insana deyirlər ki, dünya malına, dünyanın zinətinə rəğbət eləmir, rəğbət bəsləmir və bağlanmır. Ola bilsin, olan halda da insan rəğbət bəsləmir. İnsanın evi var, maşını var, mülkü var, qazancı var, geyimi var. Amma bunları sevmir, bunlara bağlanmır, özün bunlara həsr etmir, bunlardan ötürü əldən getmir. Bunlara müvəqqəti bir yaşayış vasitəsi, vəsiləsi kimi baxır. Bunlardan istifadə edir. Maldan, mülkdən, evdən, maşından, geyimdən istifadə edir. Evdir, maşındır, mülkdir, puldur, qızıldır, sərvətdir. Bu adamın ixtiyarındadır, bu adamın qulluğundadır. Nəinki bu insan bunlara qul ola, bağlana. Zahid o adamdır ki, istər olsa, istər olmasa, bağlantı yoxdur. Bağlanmır dünyanın malına. Həzrət də buyurur ki, və zuhdu sərvətun. Zahidlik sərvətdir. Allah Rəsulü bir hədisində Həzrət Mövlaya xitabən buyurur. Ya Aliyyü, innəllaha qəd zəyyənəkə bizinətin ləm yüzəyyinil ibadə bizinətin əhəbbə iləllah minha. Zəyyənəkə bizzuhdi fid dünya. Ey Əli, Allah səni elə bir zinətlə zinətləndirib ki, heç kəsi ondan yaxşı zinətlə zinətləndirməyibdir. Allah səni dünyada zahidliklə zinətləndiribdir, ey Əli. Həzrət hikmətli sözün davamında buyurur, vəl-vərəu cünnətun. Vərə nə deməkdir? Vərə təqva mənasına gəlir və təqvadan da yüksək bir məsələdir. Təqvanın yüksək mərhələsi, yüksək səviyyəsinə vərə deyərlər. Çünki təqvada insan haramlardan çəkinir. Vərədə insan hətta şübhəli məsələlərdən də çəkinir. Həzrət Mövla burada vərə gətirib. Buyurur ki, vəl-vərəu cünnətun. Vərə qalxandır. Çox gözəl bənzətmədir. Qalxan müdafiə vəsiləsidir. İnsan qalxanla düşmənin oxlarından, nizələrindən, qılınclarından özün döyüşlərdə müdafiə eləyirdi. Həzrət ki, vərəni, təqvanı qalxana bənzədibdir. Çünki insanın qəlbi, mənəviyyatı daim şeytan tərəfindən, nəfsani istəklər tərəfindən hücuma məruzdur. Şeytan oxlar atır, nəfsani istəklər insanın qəlbin nişan qılıb oxlar atırlar insan qəlbinə. İnsan vərənin vasitəsi ilə öz qəlbin, mənəviyyatın, şeytanın və nəfsani istəklərin zəhərli oxlarından qorumuş olur. Ona görə Həzrət buyurur ki, vərə bir qalxandır. Həzrət Rəsulullah buyurur ki, likulli şeyin ussun və ussul iman əl-vərə. Hər şeyin bir əsası var, imanın əsası vərədir, təqvadır. Həzrət Mövla bu hikmətli sözün sonunda belə buyurur. Və ni'məl qarinur rida. Ən yaxşı dost və həmsöhbət razılıq və rizadır. Allahın təqdiratı qarşısında qəza və qədərinə razı olmaq. Ən yaxşı həmsöhbət və dost budur. Ən yaxşı həmsöhbət insan oturdur elədiyi insan o adamdır ki, insana aramlıq gətirə.
çətinliklər, problemlər qarşısında insanı dözümsüzlükdən saxlaya, insanı aram eləyə. İlahi qəza və qədərə razı olmaq da bu cürdür. İnsanı aramlıq gətirir, insanı sakitləşdirir, insanı aram edir. İnsan əgər bunu düşünsə ki, bu baş verənlər qəza və qədər, təqdirat, həkim olan, mehriban olan Allah tərəfindəndir. Müsibətlər qarşısında səbirli, dözümlü olar, aram olar. Şikayət eləməz, tapsızlıq, dözümsüzlük eləməz, gileylənməz. Ona görə Həzrəti Mövla buyurur ki, Allahın təqdiratına razı olmaq ən gözəl dost və ən gözəl həmsöhbətdir. Bir rivayətdə gəlibdir ki, Musa ibn İmran əleyhissalam Allahdan belə istədi. Mənə elə bir əməl öyrət ki, o əməli etdikdə sənin razılığı əldə edeyim. Çox böyük bir istəkdir bu. Ürfüdə biz bir-birlərimizə bu duanı eləyirik. Allah səndən razı olsun. Amma nə edək ki, Allah bizdən razı olsun? Bu mühüm məsələdir. Həzrəti Musa əleyhissalam da Allahdan istəyir ki, Allahım, mənə bir əməl öyrət ki, sənin razılığı o əməlin sayəsində əldə edeyim. Allah belə bir vəhy elədi. Fəvhallah iləyh ənə ridaya fi ridakə biqədai. Allah Həzrəti Musaya belə vəhy elədi ki, mənim razılığım sənin mənim təqdiratıma, qəza və qədərimə razılığındadır. Sən ki, mənim qəza və qədərimə razı olursan, məni özündən razı salırsan. İstəyəsən Allahın razılığını əldə edəsən, Allahın təqdiratına, qəza və qədərinə gərək razı olasan. Allahın verirəm öz izzət kərəminə, Həzrəti Mövlanın bu dediklərindən bizləri nəticə çıxardan bəndələrindən qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.